Salam değerli izleyiciler, 24 oktyabr 2025-ci il xəbər verdiyimiz kimi 10 ay əvvəl Sabunçu rayonu Bakıxanov qəsəbəsində itkin düşən 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun 39 yaşlı həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən odlu silahla qətlə yetirildiyi və meyti yaşadığı evin həyətində bastırdığı müəyyən edilib. Mərhumun atası Arif Əliyev hadisənin təfərrüatını teleqrafa danışıb, onun sözlərinə görə gəlini Elmira İbrahimova onlara deyib ki, Samir sonuncu dəfə özünə məxsus tüfəngini götürüb və havaya atəş açaraq tələsik evdən çıxıb. Ondan sonra Samir Əliyevdən xəbər olmayıb. Samirin anası gəlininə oğlunun necə evdən çıxdığını sual verəndə isə Elmira İbrahimova verdiyi cavabla qadının fikrini qarışdırıb. Bundan başqa Samir Əliyevin banka kredit borcu da olub. Atası bu ay ərzində itkin kimi qələmə verilən oğlunun kredit borcunu ödəmək üçün banka gedib və bankdan bildirilib ki, onun borcu hər ay Elmira İbrahimova tərəfindən ödənilir. Bundan sonra Elmira şübhə çəkməyə başlayıb. Buna görə də ana və ata polis idarəsinə müraciət edib və hadisə yerinə Baş Polis İdarəsinin Kriminalistika şöbəsi və Sabunçu rayon prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit evin həyətindən torpağın altından selofan torbaya bükülmüş vəziyyətdə aşkarlanıb. Yaxınları bildirib ki, İbrahimova Samirin meytinin üzərinə gül əkirmiş, lakin həmin gül 3 gün ərzində quruyub. Bundan başqa meyit bastırılan əraziyə, ekranlarınızda da görürsünüz dəyərli izləyicilər, giriş qadağandır nişanı da yerləşdirib. Samirin əmisi bildirib ki, hadisə baş verəndə onların kiçik qızı da evdə olub. Qeyd edək ki, cütlüyün birgə nigahdan 3 qız övladı var.